Salam, hər vaxtınız xeyir olsun, hörmətli avtomobil sevərlər. Avto Həyat verilişinin daha bir sayında xoş gördük. Verilişimizin ötən sayında Naxçıvan Avtomobil Zavodunun istehsalı olan 2 model haqqında, 720 və X60 modelləri haqqında sizə məlumat vermişdik. Bu dəfə isə Naxçıvan Avtomobil Zavodu fəaliyyət göstərdiyi dövrdən istehsal olunan 620 modeli haqqında, o cümlədən 320 modelinin yenilənmiş versiyası olan 330 modelinin interyer və eksteryeri ilə bağlı çalışacağıq ki, sizə ətraflı məlumat verək. Əlbəttə ki, verilişimiz bu iki avtomobilin interyer və eksteryeri ilə bağlı məlumatla kifayətlənmir. Verilişimizdə rubrikalar sizə təqdim edəcəyik. Rubrikamızda isə dünya avtomobil sənayesində baş verən yeniliklər, o cümlədən Naxçıvan şəhərində Dövlət Yol Polisi İdarəsinin kamerasının gözü ilə avtoqəzalar, eyni zamanda off-road, yəni yolsuzluq şəraitində dünya avtomobil şirkətlərinin müxtəlif avtomobillərinin sınaq yürüyüşlərini izləyəcəyik. Odur ki, hörmətli avtomobil sevərlər, ekrana yaxın əyləşin və bizi diqqətlə izləyin.